Dediyim kimi, cari buraxılış Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunub və burada olan tezislara hər tezisə deyil, buraxılışın nömrəsinə, yəni ki, tezis toplusuna DOI nömrəsi verilib və gələcəkdə siz öz tezislarınızı təqdim edəndə bu Digital Objective Identificator nömrəsini siz orada qeyd eləməlisiniz. Amma nəzərdə saxlayın ki, bu ümumi tezis toplusuna verilən DOI nömrəsidir. Dediyim kimi ilk nömrə artıq çıxıb. Siz Azərbaycan Tibb Universitetinin jurnalının 25-ci ilində buraxılan ilk nömrəsinə isə siz arxiv linkinə klik eləməklə daxil ola bilərsiniz. Və gördüyünüz kimi ümumiyyətlə jurnal 2019-cu ildən çıxır, amma ki sentyabrın 24-dən Ali Attestasiya Komissiyasının siyahına daxil olub və biz bu saytı belə deyək canlandırmışıq, təzələmişik, yeniləmişik və bu istiqamətdə hələ işlər davam edir. Və gördüyünüz kimi ilk nömrə görsənir burada və siz bu nömrəyə daxil olan məqalələri bu şəkildə öz monitorunuzda görə bilərsiniz və burada isə hər bir məqaləyə ayrıca DOI nömrəsi verilib. Yenə də siz nömrəni tam olaraq öz kompüteriniza bütün nömrəni yükləyə bilərsiniz. PDF formatda çıxacaq. Ya da ki bir klikləyib baxa bilərsiniz ki, məqalə nə barədədir, nəyə həsr olunub və s. Məsələn, yenə də öz misalımda göstərə bilərəm ki, təqdim etdiyim məqalə hansı şəkildə qısa formatda, yəni tam nömrəni yükləyərkən deyil, qısa formatda necə bu görsənir. Görürsünüz, məqalənin adı, müəlliflər, DOI nömrəsi verilib və DOI nömrəsi gördüyünüz kimi hər bir məqaləyə ayrıca burada verilir. Gələn dəfə, yəni ki, siz sayta daxil olarkən qeyd etdiyim kimi qeydiyyatdan keçəndən sonra siz artıq qeydiyyatdan keçin, klik eləmişsiniz, daxil olun. Ancaq daxil oluna klik eləyirsiniz və sizə belə bir pəncərə açılacaq. Biz artıq keçmişik qeydiyyatdan, ona görə bizdə birbaşa bu iş masası açılır. Sonra sizə əlavə məlumat istəyərdim, verim ki, elmi departament hansı işlər, başqa işlər hansı gedir, aparılır. Bir dəqiqə. Yenə də təkrar eləmək istərdim ki, jurnala məqalələrin verilməsi üçün deadline 30 sentyabrdır. Məqalələr daxil olandan sonra 90 gün ərzində resenziyadan keçirilir. İki tərəfli anonim resenziyalaşma aparılır. Nə deməkdir? Nə resenzent, nə rəyçi, nə müəllif bir-birlərini tanımırlar. Yəni biz rəyə göndəriləndə məqalələri oradan müəlliflərin adı çıxarılır. Amma rəyin daxil olandan sonra biz yenə də müəllifə yönləndiririk və müəllif zəhmət olmasa rəyçi tərəfindən qeyd olunan düzəlişləri edib və sonra təzədən deməli sayta məqaləni düzəlmiş formasını daxil etməlidir. Hər hansı bir sualınız olsa, siz jurnalın e-mail adresinə müraciət edə bilərsiniz. Bu monitorda qeyd olunub. Atu journal@amoil.az e-mailına öz suallarınızı ünvanlaya bilərsiniz. Ya da ki, elmi departamentə gəlib hansı suallarınız varsa, onu da dəqiqləşdirə bilərsiniz. Qeyd edeyim ki, məqalələrin qəbulu ödənişlidir. Bu gördüyünüz kimi sayt yenilənməlidir, yenilənir, saxlanılır, orada arxivləşir məqalələr. DOI-nun alınması, bunlar hamısı deməli ödənişli olan
məsələlərdir və ona görə bu vəsait bunlara xərclənəcək. Başqa məlumat hansını ki, sizə təqdim eləmək istəyirdim. Bu vebinara hazırlaşanda hamı tərəfindən verilən suallardan biri o idi ki, webinar keçiriləcək, sertifikat veriləcək ya yox. Bu webinar məlumat verir. Və ümidvaram ki, biz bu məlumatı siz tədqiqatçılar, disertantlar, universitetin əməkdaşları özləri üçün istifadə edəcəklər və bu məlumat onlar üçün useful, полезный olacaq. Başqa bir məlumat və bu webinarlar barəsində və bu webinarlarda artıq siz sertifikat alacaqsınız. Bu webinarlar Clarivate tərəfindən keçirilir. Web of Science barəsində məlumat verilir. Bu platformada necə işləyirlər, onun qaydaları barəsində məlumat verilir və EBSCO tərəfindən keçirilən webinarlarda EBSCO platformasında işləmə qaydaları izah olunur və bu webinarların da sonunda sizə sertifikat təqdim olunur. EBSCO platformasında biraz məlumat vermək istəyərdim ki, bizim Tibb Universitetimiz EBSCO-ya qoşulub. Bu vaxta qədər siz Azərbaycan Tibb Universitetinin kitabxanasından, çox sağ olsun bizim kitabxana əməkdaşlarımız, onların deməli binasında siz EBSCO platformasına daxil olaraq Medline resursundan istifadə edə bilirdiniz. Azərbaycan Tibb Universiteti artıq bir neçə aydır, son 3 aydır EBSCO platformasının bir neçə resursundan istifadə edə bilir. Bu Dynamed-dir, bizim həkimlərimiz üçün protokollarla daxil olub orada tanış ola bilərlər. Bu Medline resursudur. Orada məqalələrdən tanış ola bilərlər və Smart Image Base, burada isə dərslər, leksiyalar, mühazirələr zamanı siz buradakı şəkillərdən, animasiyalardan istifadə edə bilərsiniz. Ondan başqa Public Health yəni səhiyyənin təşkilinə aid olan bir resurs da var. Ona da giriş açıqdır. Siz bu resursdan da istifadə edə bilərsiniz. Diqqətinizə çatdırmaq istərdim ki, siz Azərbaycan Tibb Universitetinin hər hansı bir binasında olaraq, yəni kitabxana, 4 nömrəli, 3 nömrəli binasında, terapevtik cərrahiyyə binasında, dekanatlıqda olarkən siz, yəni ki, Tibb Universitetinin bütün IP adreslərindən siz search.ebscohost.com saytına daxil olaraq bütün resurslarından istifadə edə bilərsiniz. İndi dediyim kimi Tibb Universitet EBSCO-ya qoşulub bir müsbət cəhət də ondan ibarətdir ki, biz distant olaraq EBSCO resurslarından evdə, xaricdə istifadə edə bilərik. Bunun üçün siz login və password daxil etməlisiniz müəyyən bir xanalara. Login amu azdır, password research 123 və nida işarəsidir. Yəni distant olaraq siz daxil olanda sizə belə bir pəncərə açılacaq. Sizdən xahiş edirəm diqqətli olun. Bu xanaya deyil, siz logini aşağıdakı xanaya daxil etməlisiniz. Bu amu azdır. Sonra продолжить deməli klik eləməklə siz paroli daxil edirsiniz, password-ü, dediyim kimi research 1, 2, 3 və nida işarəsi. Bunu edəndən sonra sizə belə bir pəncərə açılacaq. Gördüyünüz kimi bir neçə resursdur, Medline-dir, Dynamed-dir və s. Bu platformada işləmə qaydaları webinar zamanı izah olunur. Biz artıq bir webinar keçirmişik. Bu xüsusi olaraq Azərbaycan Tibb Universitetinin əməkdaşları üçün keçirilmişdi bu webinar EBSCO işçiləri tərəfindən. Amma onlar periodik olaraq public webinarlar, yəni ki, ödənişsiz webinarlar keçirdirlər və bu webinarlar zamanı yenə də siz resurslardan necə istifadə etmək olar, onlara da deməli yiyələnə bilərsiniz. Məsələn, mən məsləhət görürəm ki, siz EBSCO platformasında şəxs olaraq, yəni sizin xüsusi kontonuz, xüsusi hesabınız olacaq, orada sizin adınız qeyd olunacaq və siz hər dəfə, məsələn, Dynamed
resursundan istifadə edərkən siz Continuous Medical Education balları yığacaqsınız və bu sizdə qeyd olunacaq müsbət bir ballardır və siz bunu hər hansı bir iş yerinizə verəndə bu balların olmasını qeyd edə bilərsiniz. Başqa bir webinarlar dediyim kimi Clarivate tərəfindən keçirilir və bu saytlara girməklə siz webinarların həm cədvəli ilə tanış ola bilərsiniz və onların mövzuları ilə də, tematika ilə də tanış ola bilərsiniz. Seçə bilərsiniz ki, hə, hansı webinar mənim üçün daha maraqlıdır. Amma burada diqqətli olun. Burada deməli 90 dəqiqə siz bu webinar zamanını real olaraq iştirak eləməlisiniz. Əks halda sertifikat verilməyəcək. Diqqətinizə görə təşəkkür edirəm. Xoş istirahətlər və hər hansı bir sualınız olarsa, yenə də deyirəm, elmi departamentə müraciət edə bilərsiniz. Azərbaycan Tibb Universitetinin jurnalı ilə suallara isə e-maillə atu.journal.amu.edu.az e-maillə müraciət edə bilərsiniz. Çox sağ olun. Əgər suallarınız yoxdursa, mən indi chatı yoxlayacağım. Çox sağ olun. Mən də minnətdaram ki, vaxt tapıb birləşdiniz. Sağ olun. Sağ olun.